Hamza salam. Mən sizə bugün telefonunuzun pil sağlığını necə qorumaq lazımdır onu göstərəcəm. Mən bir ildə %99 olub. Bir ildə 1% düşüb. Bunu necə etmişəm? İlk öncə şarj etməyə giririk. Burada pil sınırını, şarj sınırını %80-də saxlayırıq və zaretkanı da %20-dən aşağı salmırıq. %25 oldu mu zaretka taxın, %24 oldu zaretka taxın, amma %19, %18-ə salmayın. 20-dən aşağı salmayın. Bu birinci qayda. İkinci qayda. Buradan gizlilik və güvənliyə giririk. Konum servisləri. Burada ən aşağı düşürük. Sistem servislərinə giririk. Buradan da ən aşağı düşürük. Burada ürün iyiləşdirmə var. Bunların hamısını siz bağlayın. Sizdə açıqdır. Bu iPhone-un belə deyim də lazımsız yerə icazə verdiyi icazələrdir. Lazımsız yerə işlətdiyi konumlardır. Bu da bizim pilimizə ziyan eləyir. Yəni pilimizi azaldır, daha tez düşür. Sağ olun, videomuz bu qədər idi.